terapiyaya başlamısan, hansı ki çox böyük bir ümidlərlə, gözləntilərlə daha çox, terapiyaya gedəcəm, hər şey həll olacaq, terapiyaya gedəcəm, bir gün və ya bir neçə saat içərisində, bir seans ərzində dönüşəcək hər şey və həyatım mükəmməl olmağa başlayacaq, hər şey yerinə oturmağa başlayacaq. Belə bir gözləntilərim varsa, bunu deməliyəm ki, sistem bu şəkildə işləmir. Terapiya ümumiyyətlə uzun müddətli özünə dönüş və özünə dönmək, yəni daha çox özünlə üzləşmək prosesidir və dolayısıyla bu o qədər asan bir məsələ deyil və qısa müddətli gedəcək bir proses deyil. Necə ki, məsələn, bir çox belə deyək də, şəxsi inkişaf sahəsində olan insanlar, spiritualistlər deyirlər, məsələn, bir şey istəyirsənsə onu sərbəst burax, onu çox düşünmə. Bir növ terapiya da bunun kimidir əslində, bənzədəsə olsaq və dolayısıyla nə qədər yəni gözləntin varsa, nəticəyə fokuslusansa, o qədər nəticədən uzaq olursan, uzaqlaşırsan və süni şəkildə nəticə almağa fokuslanırsan. Yəni ki, daha çox prosesi məntiqsəlləşdirirsən, nəinki də hiss yönümlü, o emosional baxımdan emosiyalarınla üzləşmək, onlarla dərinləşmək yerinə, kontakt qurmaq yerinə məntiqsəlləşdirərək nələrsə həll etməyə çalışırsan. Belə, bunları bil istədim.